Değerli izləyicilərim, bu günləri Bakıxanov qəsəbəsində. Bakıxanov Ticarət Mərkəzinin yanında ərazini deyəcəm, yəni burada yaşayanlar buranı çox yaxşı tanıyır. Bakıxanov Ticarət Mərkəzinin yanında Üzü Neftçilər metro stansiyasına gedən yolun üstündə 3 otaqlı, qanuni 3 otaqlı Leningrad layihəli mənzili çəkib sizin üçün təqdim etməyə gəlmişik. Bina düz mərkəzi yolun üstündə yerləşir. Abad məhəllədir. Məhəllədə hər bir şərait var. Böyüklərin istirahəti üçün, uşaqların oynamaq üçün hər bir şərait yaradılıb. İndi istəyirəm dostlar, mənzilin zalından başlamışıq, təqdimatımızı davam edək. Bura mənzilin zalıdır. Operatorumuz göstərsin. Çox geniş bir zalımız var. Nəyə görə? Çünki zalın qarşısında olan eyvan hissəsi açılıb qatılıb hardasa 25 kvadrat metr ölçülərə sahib belə geniş zalımız var. Mənzilin daxili hündürlüyü də əziz dostlar 2 metrə 85 santimdir. Bildiyimiz Leningrad layihəli mənzildir. Mənzilin zalından eyvana da çıxışı var. Onu sonra göstərəcəm. İndi istəyirəm otaqları sizin üçün təqdim edim. Təmiri də gördüyünüz kimi tam qaydasındadır. Bura mənzilin xol hissəsidir. Bura mənzilin yataq otağıdır. Yəni təqdim edəyək zəhmət olmasın. Geniş bir yataq otağımız var. Hardasa 17-18 kvadrat metr ölçülərə sahib geniş bir yataq otağımız var. Yataq otağının qarşısından eyni zalda olduğu kimi eyvana çıxışımız var əziz dostlar. Yataq otağının təmiri də gördüyünüz kimi tam qaydasındadır. Tam təmirli bir mənzildir. Bura mənzilin qapıdan giriş hissəsidir. Geniş bir xol hissəmiz var dostlar. Növbəti yataq otağını sizin üçün təqdim edəcəm. Bu yataq otağı isə dəyərli izləyicilərim, eyni zalda olduğu kimi 25 kvadrat metr ölçülərə sahibdir. Nəyə görə? Çünki buradadır eyvan hissəsi açılıb qatılıb. Leningrad layihəli mənzillərdə ümumiyyətcə 2 otağın ölçüləri eyni olur. Otağın biri kiçik olur, fərqlənir. Yəni 2 otağın ölçüləri eyni olduğuna görə burada da yataq otağın qarşısında eyvan hissəsi olduğuna görə açılıb qatılıb və ölçülər gördüyünüz kimi çox geniş. Burada da təmir qaydasındadır, heç bir problem yoxdur, tam təmirli bir mənzildir. İndi dəyərli izləyicilərim, sanuzel, sanitar qovşaq və mənzilin mətbəx hissəsini sizin üçün təqdim edəcəm. Bura mənzilimizin sanuzeli, sanitar qovşağı. Təmiri qaydasındadır, aksesuarlar quraşdırılır. Mənzil yaşayışlı bir mənzildir. Onu da qeyd edim ki, dostlar, hal-hazırda da mənzildə yaşayış var. Bura mənzilimizin mətbəx hissəsidir. Mətbəx mebeli yığılıb, tavana qədər mətbəx mebeli yığılıb, gördüyünüz kimi. Mətbəx də çox genişdir. Ona görə ki, dostlar, burada da eyvan hissəsi olub, açılıb, qatılıb. Ona görə belə bir geniş mətbəx qalınır. Mətbəxin pəncərəsi abad məhəlləyə baxır. Gördüyünüz kimi reşotkası vırılıb. Kimi dostlar, mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Razində, Bakıxanovda, Razin Talpuçkasının Bakıxanov Ticarət Mərkəzinin yanında. Aygün Mall Ticarət Mərkəzinə də yaxındır. Məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin tam yaxınlığında yerləşir. Etaj bir mənzildir, yerdən hündürdür, skvaznoy bir mənzildir. Mənzilin hər iki tərəfə baxışı var. Eyvan hissələri gördüyünüz kimi otaqlar açılıb, qatılıb, otaqlar çox böyüyüb. Dostlar, mənzilin sənədləri də tam qaydasındadır. Kupsası, texpasportu, bütün sənədləri var. Mənzil ipotekaya da yarayır. İpoteka ilə mənzil almaq istəyən dostlarımız da buyurub bizimlə əlaqə saxlaya bilər. Mənzilin qiyməti də indiki bazar üçün həqiqətən çox uyğundur, münasibdir. 185.000 manatla satışa çıxıb. Əgər real alıcı olarsa, ev sahibi tərəfdən çox cüzi endirim oluna bilər. Sənədlər də tam qaydasında. Əziz dostlar, bu mənzillə bağlı nə sualınız olsa, nömrəm səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.